Quba rayonunda gəlinin qaynanasına döyməsi ilə nəticələnən ailə münaqişəsi baş verib. Hadisə Quba rayonunun Gədi Qışla kəndində qeydə alınıb. Məlumata görə 26 yaşlı Mahizə Sultanova yaşadıkları evdə aralarında yaranan mübahisə zamanı qaynanasının saçından tutaraq əvvəlcə onun üzünə şillə vurub, daha sonra isə başını divara çırpıb. Hadisədən sonra Mahizə Sultanova saxlanılıb və barəsində cinayət işi başlanıb. Təqsirləndirilən şəxsin ifadəsinə görə o 2015-ci ildə 16 yaşında ailə qurub və hazırda 5 övladı var. Onun sözlərinə əsasən hadisə gecə saat 00 radələrində işdən qayıdan ərinə çay dəmləmək səbəbindən baş verib. Qaynanası bu məsələnin səbəbini soruşduqdan sonra tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı gəlin qaynanasının üzünə şillə vurub, daha sonra saçından tutaraq başını divara çırpıb. Nəticədə zərər çəkən qadın müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisənin şahidi olan Mahizərin əri müdaxilə edərək onu başqa otağa aparıb və tərəfləri ayırıb. Zərər çəkən qadın məhkəmədə gəlinini bağışlamadığını və ona cəza verilməsini istədiyini bildirib. Quba rayon məhkəməsinin qərarına əsasən Mahizər Sultanova aylıq qazancının 10% dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Qeyd edək ki, ad və soyad şərti verilib.